Son günlərdə Ermənistanın sosial mediasında və ictimaiyyətində Azərbaycanlıların doğulub boya başa çatdıqları, əcdadlarının yaşadıqları, uşaqlıq və gənclik illərini keçirdikləri Amasyaya səfərləri ilə bağlı qızğın müzakirələr gedir. Azərbaycanlılar kəndlərin mərkəzindən keçir və hər addımlarında xatirələri əks-səda verirdi. Onlar doğma yerlərini, küçələri, binaları, həyətləri unutmayıblar. Və bu gün illər sonra onlar bir vaxtlar burada nəyin harda olduğunu dəqiqliklə xatırlayırlar. Həmvətənlərimizin sözlərinə görə onların ürəkləri həmişə Amasya ilə döyünüb. Siz də onları dinlədikdən sonra fikirlərinizi şərh bölməsində bildirə bilərsiniz. Videonu paylaşaraq daha çox insanın bu həqiqətlərdən xəbərdar olmağına kömək edə bilərsiniz. Նախկինում իրանք ապրել են այս մեր գյուղերում, դե Amasyanın el բոլոր մյուս Azərbaycanlılar əvvəllər Amasyada və Ermənistanın digər şəhər və kəndlərində yaşayırdılar. O illərdə biz dinc, mehriban bir mühitdə yaşayırdıq. Birlikdə işləyirdik və aramızda heç bir problem yox idi. Azərbaycanlılar sərhədi qanuni yolla keçirdilər. Sərhədçilərimiz və Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirak etdiyi gömrük məntəqəsindən keçirdilər. Həmçinin sərhədi keçərkən heç bir problemlə qarşılaşmırdılar. Bəs bizim hansı narahatçılığımız ola bilərdi? Onlar da müxtəlif vaxtlarda buraya gəlirdilər. Burada hər şey həmişə sakit və təhlükəsiz olub. İrank hayranlıkını abrele, panagvelen. Bura onların vətənidir. Onlar burada yaşayıblar və bura gəlmək hüququna malikdirlər. Azərbaycanlılar əvvəllər də Amasyaya bir neçə dəfə səfər ediblər. Gömrük və Milli Təhlükəsizlik Xidməti bunu yaxşı bilir. Bura onların əcdadlarının torpağıdır və heç kim onların əcdadlarının torpağına səfər etməsinə mane ola bilməz. Onlar burada anadan olublar. Ona görə də vətənləri üçün darıxmaqları başa düşüləndir. Hamı bilir ki, 1990-cı illərə qədər Amasyada çoxluq təşkil edən və burada yüksək vəzifələr tutanlar Azərbaycanlılar idi. Biz dost idik, bir-birimizi ziyarət edirdik. Hamısı mehriban və qonaqpərvər insanlardır. Bu işdə əsasən hakimiyyət orqanlarımız günahkardır. Xalqlarımız arasındakı münasibətləri o qədər korlayıblar ki, bu günə qədər heç kim onları düzəldə bilməyib. Sovet İttifaqının dağılmasından sonra xalqımız qəddarlaşıb. Bir-birimizə hörmət etməyi və sevməyi dayandırdıq. Buna görə də özümüzü belə bir kritik vəziyyətə salmışıq. Avetis və Nikolayı dinləyərkən Ermənistanda hələ də bir vaxtlar Azərbaycanlılarla necə çin-çinə yaşadıqlarını və işlədiklərini xatırlayan ağıllı insanların olduğunu və bu əlaqələrin keçmiş hakimiyyət tərəfindən necə məhv edildiyini dərk edən insanların olduğunu görmək mümkündür. Erməni millətçilərdən qorxmayan Amasyalılar açıq şəkildə etiraf edirlər ki, Azərbaycanlılar həmişə təkcə Amasyada deyil, həm də əcdadlarının torpağında, Ermənistanın digər şəhər və kəndlərində yaşayıblar. Ermənistanın bir çox kənd və qəsəbələrində, xüsusən də Zəngəzurda Azərbaycanlıların əksəriyyəti təşkil etməsi faktını Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da 23 iyul 1993-cü ildə Yerkrapa təşkilatının üzvləri qarşısında çıxışında açıq şəkildə etiraf etmişdi. Bundan əlavə o birbaşa qeyd etmişdi ki, əsrlər boyu bu torpaqlarda yaşayıb işləmiş Azərbaycan əhalisinin etnik təmizlənməsinə səbəb olan Qarabağ hərəkatı olmuşdu. Şarjman şnurib Hayastana Evlernayi Qarabağ Hərəkat sayəsində Ermənistan və Qarabağ erməni xalqının 600 ildir həll edə bilmədiyi bir problem həll olundu və bunun davamı xalqımız tərəfindən daha 600 il ərzində hiss olunacaq. Həmçinin qeyd edirəm ki, Vardeniz, Masis və Amasya kimi 3 rayonda Azərbaycanlılar çoxluq təşkil edirdi və Zəngəzur bölgəsində onların sayı çox idi. Bu problem artıq həll olunub. Դուք պատրաստ եք էլի իրենց հետ այսպես ասած հարևանություն անելու, համակեցության կանոնները պահելով, Հարևանությունն ու համակեցությունը գիտեք։ Azərbaycanlılarla yenidən qonşu və dost olmağa hazırıqmı? Niyə də yox? Biz Azərbaycanlıları çox yaxşı tanıyırıq. Onlardan heç vaxt pis bir şey görməmişik. Nə vaxt istəsələr doğma kəndlərinə qayıtsınlar. Onları görməyə həmişə şadıq. Düşünürəm ki, bəzi ermənilərimiz sözlərimi bəyənməyə bilər və ya məni danlamağa başlayacaqlar. Allah onlara yar olsun. Ürəyim nə deyirsə onu deyirəm. Bu gün bizim üçün ən vacib olan sülhdür. Müharibədə çoxlu gənclər həlak olub. Kaş ki bu dəhşətli günlər bir daha təkrarlanmasın. Analar oğullarını, qadınlar isə ərlərini itirməsin. Bu qədər itkinin qarşısını almaq üçün daha əvvəldən sülh müqaviləsi imzalanmalı idi. Bu gün çox çətin günlər keçiririk. Hakimiyyət orqanları düzgün qərar verməlidir ki, əvvəlki kimi Azərbaycanlılarla birlikdə yaşaya bilək. Kanalımıza abunə olaraq bizə dəstək olun və hər gün ən yeni xəbərlərdən xəbərdar olun.